Allahın salamı, rəhməti və bərəkəti olsun sizlərin üzərinə. Dəyərli müsəlmanlar. Gördüyünüz bu mübarək məkan 7-ci imamımız İmam Musa Kazım əleyhissalamın qızı, 8-ci imamımız İmam Rza əleyhissalamın bacısı olan Xanım Leylanın qəbri şərifidir. Bu mübarək məkana Azərbaycanın inanclı şəxsləri daim gəlgit etmiş, burada ibadət, itaət etmiş və Allahdan öz hacətlərini, istəklərini diləmişlər. Bu mübarək məkanın tikilməsi isə Şirvanşah II Fərruxzad tərəfindən 1281-1280-ci illərdə tikilmişdir və memarı Mahmud İbn Sərd olmuşdur. Bu mübarək məkan bu günə kimi gözəl xalqımız tərəfindən qorunub saxlanmışdır və bizim də bugünkü gündə vəzifəmiz bu mübarək məkanları Peyğəmbərin bizlərə əmanət etdiyi şəxslərin ziyarətini qorumaqdır, saxlamaqdır ki, bizlərin bugün vəzifəmiz bura gəlgət etmək və burada ibadətlərimizi, itaətlərimizi Allaha göstərməkdir. Allahdan istəyirəm ki, Allah sizlərin ibadət itaətlərini qəbul etsin. Allah anamızın, mövlamızın, imamımızın zühurunu təcil etsin inşallah. Allah sizlərdən dünya və axirətdə razı olsun.